Deməli, əziz bizim izləyicilər, indi çox adam elə biləcək ki, biz halol hardayıq? Elə bir altı ağaçda. Quba, bura doğrudan da, bura altı ağaçda Qəbələ də deyil də bura. Bura heç Oğuz da deyil. Bura heç İsmail də deyil. Bura indi siz inanmayasınız ki, bura Masazırdır. Mən burada o qədər sıx həqiqətən ağac var ki, adam elə bunu çəkməyə heyfi gəlir. Yəni bu satışdadır. Qiymət nə qədər xalalı? 20 neçə sotdur? 16 sot. Deməli, hörmətli izləyicilər, 16 sotdur bura. Bir sotunun qiyməti 20.000 manat. Razılaşmaq da var. Bax görürsünüz, elə bil ki, Masazırdasınız, amma belə baxsa öz ağaçların görürsünüz də yaşını. Ağaçların başını görürsünüz. Bax, bir möhtəşəm bir yer. Möhtəşəm bir yerdir. İnan ki, elə bil ki, rayondasınız. Hansısa bir Aran rayonu yox, ha, Dağlıq rayondasınız. 16 sot torpaq, bir sotunun qiyməti 20.000 manat. Xala oğlu, mən sənə bir söz deyim. Amma inan ki, mən satmaram mən bunu. Mən bu yeri satmaram. İndi pul ehtiyac başqa şeydir. Amma çox həqiqətən də sən torpaq almaq olar, amma bu ağaçları əkib bu vəziyyətə gətirmək çox çətin məsələdir. Yəni çətin deyil, yalnız vaxt lazımdır. Mən birinci dəfədir Masazırda, yəni belə bu yaşında ağaçlar görürəm. Görməmişəm, çox gözəl. Ölçüləri nə qədər xala oğlum bunun? Belə nə qədər təqrib bilmirsən ki? Təqrib bilmirəm, 16 sot. Cəmi 16 sot, yəni ki, geniş yerdir də, yəni eninə də, uzununa da. Yəni siz alın bağ eləyin, istəyirsiniz alın ev tikin, istəyirsiniz nə bilim bina tikin. Bu ağaçların yarpaqlarının səsini görürsünüz də, buna bax. Nələr yoxdur burada, buna bax, buna bax. Vay, vay, vay. Xala oğlu sağ ol, eyvallah. Mən bu satılmasa da bunu çəkmək mənim üçün elə bir çox gözəl oldu. Eşitdin xala oğlu demə. Bu həqiqətən də mənim üçün çox gözəl oldu. Bunu çəkmək həqiqətən çox gözəl bağdır. Çox. Bax, hörmətli bizim izləyicilər. O qəlbləri gözəl, gözləri gözəl izləyicilərimiz. Bax görürsünüz, bax bu çıxdıq yola. Bax çıxdıq yola, bax xahiş edirəm ki, bu torpağın sahibini axtarmaq istəyən mənə zəng eləsin. Yəni qonşuların qapısını döyməz. Yəni mərdlik edeyim, mərdlik. Yəni çörək vermək hər kişinin işi deyil, hər kişinin işidir. Bax mən sizə yol çəkirəm. Bax görürsünüz, buradan avtobus keçir. Avtobus keçir buradan. Düz yolun üstündədir. Çox yaxındır avtobuslara. Bax yolu da çəkirəm bax sizə. Bax sizə çəkmişəm, gözəl xala olur. Amma mən çəkirəm buranı. Amma bu iydən necə çəkim mən? Çək. Mümkün deyil. Bu iydən iyi çəkmək yoxdur da o. O funksiya bu telefonda yoxdur. Bax görürsünüz bu hamısı 16 sotun içindədir. Görürüz. Baxız. Bax aradan çəkirəm, bax bu gördüyünüz bağdır. Görürüz. Kim bu bağa sahib olmaq istəyirsə, bizimlə əlaqə saxlasın. Mən bu qədər çəkdiyim, bunu daha geniş çəkmək olardı. Mən bu qədər çəkdim. Kimə maraqlı olsa, bizimlə əlaqə saxlasın, çox xahiş edirəm. Gəlsin, biz ona köməklik edək. Yəni ona köməklik edəndə ilə vasitəçilik edək. Amma torpağın yiyəsini axtarmayın. Yəni bunu ilk çəkən mənəm.